Bu günlərim Ağcabədi rayonunda Diyanət Uğur kimi tanınan internet çəkilişləri üzrə öz töhfəsini vermiş, həmişə şəhidləri çəkmiş, rayonumuzda baş verən hadisələri, rayonda baş verən işləri işlandıran Diyanət Uğurun kiçik də olsa, düzdür, belə görünsən kiçikdir, amma bunun içərisində olan proseslər, onun düşüncəsi, onun ideyası çox böyükdür. Həm cəmiyyətimiz üçün, həm xalqımız üçün, həm rayonumuz üçün inşallah ki, düşərli olar. Allahın izni ilə burada çəkilmiş yeni görüntülər, yeni kadrlar, proqramlar ilk növbədə ondan ibarət olacaq ki, şəhidlərimizi həmişə yad edəcəyik, unudulmayacaq şəhidlərimiz. Birinci növbədə həmişə birinci onlar təbliğ olunacaq. O cümlədən də cəmiyyətdə baş verən ictimai proseslər, ictimai hadisələr, yeni xəbərlərlə efirə çıxacaq. Həm YouTube kanalında Diyanət Uğurun, həm də TikTok səhifəsində Diyanət Uğurun canlanacaq. Həm canlı çəkilişlər olacaq, həm də çəkilib YouTube kanalında paylaşacaq. İnşallah ki, mən bunu deyə bilərəm ki, rayonumuza, elimizə, obamıza, həm də Diyanət qardaşıma düşərli olar, uğurlu olar və nə qədər ki, gözəl belə, nəyə ki, mənim qardaşımın simasında haqqı deyən, haqqı çəkib göstərən, haqqın səsi olan, fərqi yoxdur, tutduğu mövqeyindən asılı olmayaraq, dövlət xadimləri olsun, hansı bir işlədiyimizə baxmayaraq istəyir, cəmiyyətin ən sadə vətəndaşı olsun, hansısa yüngül bir iş olsun, orada işindən asılı olmayaraq işinə, peşəsinə, layiqinə və haqqla yanaşmalıdır ki, haqq olan yerdə din bərəkət olur, xeyir olur, şəffaflıq olur, uğur olur və bu gözəl qardaş, sənin ərsə getdiyin Diyanət Uğur kanalı da İnşallah rayonumuza düşərli olar, elimizə, obamıza düşərli olar. Mən əminəm ki, qardaşım olduğu üçün demirəm, həqiqətən də həmişə bunun çəkişlərinə, qardaşımın çəkişlərinə baxıram. Həmişə şəhid analarının, şəhidlərimizin yanında olub, işıqlandırıb, rayonda baş verən prosesləri işıqlandırıb, həmişə haqqın yanında olub. Olsa qardaş, mən təbrik edirəm səni, sağ ol, rayonumuza, elimizə, obamıza düşərli olsun. Sağ olun. Əvvəla var olasınız ki, gəldiniz. Gələnlər də sağ olsun, gəlməyənlər də. Ən əsas burada bir şəhid anası olsa belə bizim üçün yetərdir. Bir ana ilə bu lenti kəsərdim, elə bilərdim ki, milyonlar mənim yanımdadır. Burada çox hörmətli cənnət mələkləri var, bizim şəhid analarımız. Bu soyuqda mən sahib övladınız bilərək yanıma gəldiyiniz üçün qarşınızda baş əyirəm, əllərinizdən öpürəm, var olasınız. Bir ömür sizə xidmət etmək bizim borcumuzdur. Burada ziyalı qardaşlar var, müəssisə rəhbərləri var, kurs direktorumuz var burada, usta var, şəhid qardaşı var, şəhid yeznəsi var. Müəyyən iş adamları var, görürəm. Müqəddəs şəhid atası var. Mənim üçün həqiqətən sizin qarşınızda danışmaq acizdir, amma bizim işimizdir. Şair oğluyam deyə bəlkə də cürət tapıb sizin qarşınızda danışa bilirəm. Siz hər biriniz mənim üçün əzizlik olmazsınız. Çox hörmətli qazimizi görürəm. Mən istəyərdim ki, o da analarının arasında yer alsın. Bizim döyüşçü qardaşımızdır, Vətən müharibəsinin iştirakçısı və yüzlərlə, minlərlə tərbiyəli övladlar yetişdirir kollecdə. Gəlişi ilə də dəyişiklik elədi. Ona görə də hər zaman dürüst xidmət edən insanları seçirəm və çox istəyirəm. Bu da təbii ki, bizə atamızdan keçib. Rəhmət atam da deyirdi ki, həmişə yaxşıları sevin, şəhid analarının, döyüşçülərin yanında olun. Mən həmişə deyirəm ki, olar ki, bir övlad şəhid olmaya, qazi ola və yaxud da qazi olmaya veteran ola. Bütün torpaqlarımızın qayıtmağı üzrə addım atan, orada bir stəkan belə su xərcləyən insanlar da var olsun. Qazilərimizi, şəhidlərimizi, veteranlarımızı unutmayaq. Allah sizləri var eləsin, gələn qədəminiz mübarək olsun. Mən istəyirəm burada rahatçılıq yaradam ki, müəyyən efirlər bilirsiniz də, şou xarakterli və haradasa bambıllıq eləyənləri çağırırlar. Bu dəfələrlə şahid olmuşuq. Məsələn, xırda bir dənə söz deyib parlayan, ağzı ayrı uşaqları aparıb ictimaiyyətə tanıdırlar. Bu da o çox güman ki, cılızlıqdan irəli gəlir. Kaş ki, inşallah qarşımıza məqsəd qoymuşuq, böyüyəcəyik. Mən istəyərəm ki, o televiziyanda özümüz yaradaq ki, sərbəst çağıraq sizin kimi müqəddəs anaları, qazilərimizi, şəhidlərimizi, veteranlarımızı tanıdaq. Zəhmətkeş insanları, iş adamları,
İndi burada müəyyən çəkilişlərimiz olacaq və burada müəyyən reklam videolarını da həll edəcəyik. Ona görə bizə sahibkarlar, mağaza müdürləri hamı çıxacaq ki, bizim işimizlə reklam edər. Ən əsas vacib qonaqlarımızdan həmişə qazi və şəhid anları olacaq. Ən əsas da sizin övladlarınızın mövludundan bir gün öncə burada yayın verib şəhidimizi tanıtmaq və onların şəhadətə qovuşduğu gündən bir gün öncə bizim qonağımız olub şəhidimiz haqqında maraqlı bir veriliş aparmaq. Məncə bu yaxşı düşüncə oldu. Əvvəl ki ev gəzirdim. El olurdu ki, mən narahat edirdim. İndi hər dəfə bir anam mənim qonağım olacaq. Siz gələrsiniz, mən burada istəyib çayımı içib, ev şəraiti kimi bir şey qurmuşam ki, burada maraqlı söhbətlərimiz olsun. Övladlarınızın indiyə qədər böyüdüb başa çatdığı günlərdən xatirələrini bizlə bölüşəsiniz. O nöqteyə nəzərdən bu işə addım atdıq. Siz də var olun, gəldiniz. Həqiqətən də mənim üçün çox xoş gündür ki, mənim yanımda cənnət mələkləri var. Qazimiz var, şəhid anası var. Döyüşçü qardaşlarımız, zəhmətkeş insanlar var. Sən də çox sağ ol. Namıq mənim də böyük qardaşımdır. Həm də kitab yazıb, özü də şəhidlər haqqında ta ki gənclikdən, uşaqlıqdan şeirlər yazırdı. Allah sizləri var eləsin. Bu bizim rəhmətli atamızdan bizə keçən məhəbbətdir. İndi də az-az olsa da çiləmək istəyirik. Allah var eləsin. Allah ölkəmizin üstünə həmişə nur çiləsin. Var olasınız. Mən çox istəyərdim ki, analarımız da söz desin Allahın izni ilə. Ondan sonra qırmızı lenti kəsək. Hər kəsi salamlayıram. Həqiqətən də çox sevindik. Allah köməyin olsun. Allah canını sağ eləsin. Allah atana rəhmət eləsin. Anana da can sağlığı versin. Qardaşlarına da canını sağ eləsin. Ürəyimizi açırsan sən. Həqiqətən də sən bizim anaların dəyərli balasısan. Hər zaman yanımızda olmursan. İndi o birdən olur da insanda işlə əlaqədar olur. İndi hər saat gedib gəlmək olmur. Amma yenə də həmişə bizim yanımızda olmursan. Allah köməyində dursun. Mübarək olsun, şərli olsun. Canınızı sağ eləsin. Qarşıdan da gələn təzə illəriniz mübarək olsun. Elə bax bu gözəl addımın yaxşı olsun belə. Olsun. Gözəl olsun. Nəysə, gözəllik arzu edirəm. Çox gözəl. Ürəyimizdən oldu, şad olduk ki, əlbəttə bizim şəhidlərimiz özlərini tanıdı. Söhbət ondan getməyən. Onlar tarix yazdılar. Amma mən belə bir şeydə şad oluram. Əlbəttə anaları 2-2, 3-3 çağırıb balalarımızı anaları qoyub tanısınlar. Şəhidlərimiz tanınır. Analar tanısınlar. Hamısı ki, bu hansı şəhidin anasıdır, bu kimdir, nəçdir. Allah köməyin olsun. Var olsun. Uğur olsun sağ. Yolun açıq olsun. Çox sağ olun. Allah çox xeyir versin. Can sağlığa qismət olsun. Xalqımın da, millətimin də. Qarşıdan gələn yeni ilini təbrik eləyirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Can sağlığı hər şeydən önəmlidir. Dedin kimi atamla bizə o belə deyirdi. O ata, ana xoşbəxtdir ki, onun evladı onun davamçısı olur. Həmişə o məclislərdə o atam belə idi. Biz də belə öyrənmişik sözünü ifadə edirik. Allah şəhidlərimizə də rəhmət eləsin. Bir gün yaşamağımız, hamısı bizim şəhidlərin hesabınadır. Nə olursa olsun, xoş günümüz, firavan günümüz o şəhidlərin hesabınadır. Allah onlara rəhmət eləsin. Atalara, analara səbri versin. Yadın ki, bizim şəhidli balalarımızın da yığılarıq, gələrik, haqqında danışarıq, onların qəhrəmanlıq sözcəklərindən danışarıq. Bir olarıq, həmişə yanımızda olmuşsunuz. Həmişə dərdi bizim dərdimizə qalmışsınız, bölüşmüşsünüz. Heç vaxt biz o sənin əziyyətini etmərik. Həmişə deyirik. Yəqin bizim evlatlarımızın da şəkilləri vurular burada. Biz də gəlib baxanda fəxr eləyərik, danışarıq onların haqqında. Allah çox xeyrinizi versin. Allah can sağlığınıza qismət etsin. Söz olan varsa. Çok mübarek, uzun ömürlü olsun. Allah çok xeyir versin. Çok sağ ol. Yani sen her zaman biz anaların yanında olmuşsan. Allah atana rəhmət eləsin, ananıza can sağlığı versin. Yeni ilinizlə mübarək olsun. Allah şəhidlərimizə də rəhmət eləsin. Ruhları şad olsun. Əvvəla Allah bütün şəhidlərimizə, bütün xalqımızın şəhidlərinə rəhmət eləsin. Onların sayəsində Dəyanət müəllim, bugün siz bu işi gördünüz. Qarşıdan gələn bütün xalqımızın, bütün eşidənlərin təzə ili mübarək olsun. Allah sizə gördüyünüz işdən xeyir versin.
uzun ömürlü olsun. Allah yenə bütün şəhidlərimizə rəhmət eləsin ki, onların sayəsində bura yığışmışıq. Onların yeri cənnət olsun. Amin. Yani uğur, attığın adım uğur getirsin sana, sağ can versin. Allah güzel atana rəhmət eləsin. Cəmi şəhidlərimizin, Azərbaycan şəhidlərinin ruhu şad olsun. Bayramları, cənnətdəki bayramlarını təbrik edirik. Biz analar üçün çətin olsa da biz bayram keçirmirik, amma Azərbaycan xalqının bayramını təbrik edirik. Yenə də Allah bayramımızı mübarək eləsin bütün Azərbaycan xalqına. Deməli, Hər kəs Allah kömək olsun. Allah sımarı eləsin. Anamız vurğulayır ki, bayram keçirmirik. Bir də vətən üçün bir damcı belə əziyyəti olmayan insanlar olur ki, hansısa şəhid anasının, şəhid xanımının hansısa bir hərəkətinə götürür rəy yazır. Əslində bir dəfədə bir bacımızın övladının şəhid xanımının kiçik toydu. Orada ana biraz daha şımıq don geyinmişdi. Düz açıq deyildi, sadə bir don geyinmişdi və biraz bəzəmişdilər də bəy anasıdır. Təbii ki, onun atasının şəhadətindən 4 il ötürdü. Görüb yazırlar ki, şəhid xanımı oynamaz, şəhid xanımı falan işi görməz, şəhid anası onu eləməz. Əslində onu yazan insanların haqqı yoxdur onu yazmağa. Əsas o bəzəklər, o xoş günlər eləməz şəhid analarına və şəhid xanımlarına yaraşır. Onların haqqı var. Ona o can parçasını, həyat yoldaşını pay verib, biz onlara borçluyuq. Onlar nə eləsə bizim qəbulumuzdur. Şəhid anaları oğlum pay verib, nə etsə qəbulumuzdur. Onu yazan bəzi insanların bir neçəsini tanıyıram. Allahım şahiddir ki, o top belib atılanda ərli arvadlı padvala doluşan insanlar idi. Ona görə deyirəm, ana elə demə. Sizin övladlarınız şəhid olub ki, bizlər bayramı rahat keçirək. O bəzəklər, o toylar, o xoş günlər məhz ən birinci şəhid evlərinə və qazi evlərinə yaraşır. Çünki sizin haqqınızdır. Var olasınız. Analarımızı ürəkdən alqışlayalım inşallah. O fikrə atın beyninizdən. Bayram edin. Bayramın ən gözəli sizə yaraşır. Qazimiz də inşallah bir kəlmə bəxtiyar məndə Amma tapsın. balalarımız da olmayan yerdə Ben bu gün bayram dayanıklar çok Bizdə qalanlarımız. gururluyum. En çok ona göre gururluyum ki bugün bu arada beni ve burada iştirak edenleri bizim müqəddəs analarımızla bir araya getirmişler. Bizim şəhid atası, şəhid ailəsinin üzvləri ilə bir araya getirmişler. Bunun en çok gurur verici anı budur. Bundan sonraki gurur verici məqam ondan ibarətdir ki, biz səni tanıyanlar həmişə bir mübarək yola qədəm qoyursan. Sən vətənpərvərliyi təbliğ edirsən. Vətənpərvərliyi təbliğ edərək gənclərimizə şəhidlərimizin həyat yolunu örnək kimi göstərirsən. Və bugünkü Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu şəhidlərin bu həyatından, fəaliyyətindən, onların qəhrəmanlıq yollarından bir örnək götürür. Və bu işin təbliğatçılarından biri də sənsən Dayanaq müəllim. Buna görə sənə ayrıca təşəkkürümü bildirirəm. Bu mübarək yolda addımlarını davam etdir. Bundan sonraki bu istiqamətdəki fəaliyyətin daha da mübarək olsun. Bu fəaliyyəti daha da genişləndirmisən, daha da şaxələndirmisən və bugünkü bu tədbirdə də biz sənə xeyir-dua verməyə gəlmişik. Xeyirli uğurlu olsun, mübarək olsun. Necə valideynindən necə tərbiyə almısansa, vətəni sevməyi, vətəni sevdirməyi, vətən uğrunda cəfa çəkənləri, vətən uğrunda canını verənləri təbliğ edirsən, bu yolun mübarək olsun, sənə uğurlar arzulayıram. Ben onu da bilirim ki Allah xeyir versin Dayanaq kardeşim. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin. Qazilərimizin də canları sağ eləsin. Vatan, torpaq, namus, qeyrət uğrunda getdilər, o yolda getdilər. Allah yerlərini cənnət eləsin. Qazilərimiz də ki elə yenə şəhid olmasın getdilər. Salamat qalır, Allah canları sağ eləsin. Sən də ki, yəni elədiyin işlər bizə məlumdur, şəhid ailələrin yanındasan. Həmişə yanımızda olmuşsan, Allah xeyir versin, Allah sağ dəyməsin. Atanın da yerin cənnət eləsin ki, Çox sağ olun. Allah şəhsən. Çox sağ ol. ondan da elə səni kimi oğul olmalıdır. Var olasınız. Yəqin ki, sən də mən bildiyimə görə
hakkı dersen inşallah Allah'ın köməkliğiyle. İnşallah. Yani Allah size ömür versin, Allah hayır versin. Bu işlerden Allah'ın köməkliğiyle iştirak ediyorsun. Var Allah olasınız. sağ Deməli, bu gün Allah sizləri var eləsin. Həqiqətən də mənim böyük qardaşım yaşda bir dostumuz var orada. Və mən o kişini çox istəyirəm. Deməli, Polad Həşimovun şəhadətə ucaldığı günlərə təsadüf elədi. Şəhid Akifimizin şəhadəti. Ona görə də Polad Həşimovla həmişə Akifi biz müharibənin tilsimi kimi, həqiqətən də tilsimini qırmış bir şəhid kimi anırıq. Allah Akifimizin də məqamını ucələsin. Anam gələnmədi biraz səhhəti ilə bağlı. Şəhid Akifimizin atası da buradadır. Elişən dədə. Buyur qazanaq. Allah diğer şehitlerimize rahmet eylesin. Allah böyle sen de bu görünüşe de hayır versin. İnşallah uğurların bol olar. Böyle esas da bizim bu şehitlerimizi ışıklandırıp halkımıza unutturmamak. Evet. Unutturmamak lazımdı esas. Yani o sorular yaşıyor ama daha da çok yaşatmak lazım ki bizim halkımız şehitleri unutmasın. Yani gitgide bu unutulur, hiç olmur. Ama inşallah senin kimi kardeşler böyle verilişlerle onları yaşadar hemşire. Hayırlı olsun, uğurlu olsun. Unutacağım şehitlerimize. İnsan olan unutmaz. Geç sen de. Geç dışarıdan gel. Alqışlayaq inşallah. Geç. Hayırlı olsun, uğurlu olsun. Allah çok hayırlı. Allah canınızı sağ eləsin. Şəhid anaları, şəhid ataları, dostlarım, qardaşım buradadırsa, hər şey yaxşı Var olasın. olsun. Xeyirliklə. Əsas odur can sağlığını. Allah köməyiniz olsun. Allah Ağzınız şirin olsun. Var olasın. Xeyirli olsun. Bizler için ona göre ki buradaki şehit adı çekilirse, gazi adı çekilirse burada o eziyet diyor, hoştur. Ta da biz yüreğimiz açılır. Ondan sonra bizi sayanda, bizim şehidimiz için görülen işlere bizim yüreğimiz açılır. Çox Ta sağ da olun. biz şad Var oluruz. olasınız. Əziyyət deyil. Allahın köməkliyi ilə biz də müəllim qonağımız da olacaq, həkim qonağımız da olacaq burada. Müəyyən iş insanları da qonağımız olacaq. Əsas odur ki, çalışacağıq ki, müəyyən necə deyək, təlim-tərbiyə eşitsin sizdən gənc nəsillər. Bu dəqiqə elə bir çətin vəziyyətdir ki, həqiqətən də uşaqları böyütmək belə çətinləşib. Əsas da oğlan uşaqları, sonra biraz başqa bir xoşa gəlməz şeylərə meyl edən insanlar var. Elə olar ki, biz buradan həmin uşaqların da gələcəyinin pis olmaması üçün, məhv olmaması üçün örnəkli söhbətlər eləyərik. İnşallah onlar da bizdən baxar, ilhamlanar, bizim söhbətlərimiz onlara təsir edə bilər. Var olasınız, bu soyuq havada məni eşidib gəldiniz, yanımda oldunuz. Allah sizlərə dəyməsin. Bir dənə tortla çayımızı içərsiniz inşallah.